ata-analar övladları üçün bunu dua eləsin ki, Allah övladını ona xeyirli yola istiqamətləndirir. Bunu ata-anaların bu duasının təsiri çox. Onun öz yoluna, hər bir adamın, mənim balamın, övladımın öz yolu var. Biz isə arzular qururuq, mənim balam həkim olsun, biri deyil, mühəndis olsun, biri mühəndis deyən yoxdur. O Sovet vaxtıydı, hamısı hüquqa gedirdi, mən hüquqda oxuyuram. İndi də, məsələn, indi həkimlik də düşür, hər dövrdə bir şey var. Hamı da arzulu ki, oğlu həkim olsun, biri deyilən vəzifədə işləsin falan. Deyilən ki, övladıma ona ayrılan yol nədir? O yol nəsib elə, o yolda qədəm götürsün ki, orada olmalıdır. Orada olmalıdır. Düz istiqamətdə olsunlar. Allahdan bunu istəyək həmişə ki, bizi özü agah eləsin. Vallahi eləyir. İstəsə Allah eləyir. Mənim nə işimə qalıb ki, mən müdür olmalıyam, müəllim olmalıyam, imam cəmaatı olmalıyam, məhşur olmalıyam, tanınmaz olmalıyam. Bunu mən müəyyən eləmirəm. Əsas budur ki, mən Allahın təyin elədiyi yolda əla qiymət alım. Mənim üçün ayrılan yolda, ayrılan rolda. Orada o rolu kamil ifa eləyim. Biri görsən alim olar, biri də ona çay gətirər. Bir də ona çay gətirər. Qiyamət günü o çay gətirənlə alim ikisi də eyni dərəcədə olar. Ne üçün? Çünki hərəsi öz rolunu kamil ifa elədi. Əskilik deyil, artıqlıq deyil bu işlər. Əskilik, artıqlıq məsələsi deyil. Olduğun yolda düzgün olasan, kamil o vəzifəni icra eləyəsən, yaxşı niyyətlə eləyəsən, fərqi yoxdur. Niyə can atırsan ki, məhsul sən də orada olasan? Hərdən görürəm tez-tez. Biri məsələn xütbə qoyub. Bu ruhanilər nəyi ixtira eləyib indiyə qədər? Qəribə sualdır. Ruhani bəyəm ixtiraçıdır. Ruhani üçün ixtira eləməli deyil. Soruşursan ki, bu tarixçi nə ixtira eləyib indiyə qədər? Tarixçinin işi ixtira eləməkdir. Biri ixtiraçıdır, biri alimdir, biri ruhanidir. Hərəsi bir cəhətdən əl-ələ verib cəmiyyətə xidmət eləməlidir. Bir-birinə ixtilaf eləməli deyil. Köməkləşməlidir, xidmət eləməlidir. Əlində olan telefon filan yerini istehsaldır. Bəli, o 100 ilin problemidir. Bu ruhani ona neynəsin? Ona həll eləmək lazımdır. Amma ruhani ona yardım göstərməlidir. Onu dinləyən gənclərə tövsiyə eləməlidir. İstiqamət verməlidir ki, elm oxumaq vacibdir, elmlərə gələnmək vacibdir. Təkcə din elmlərə yox, faydalı elmlərə, lazımlı elmlərə. Bunu ruhani eləyə bilər. Ruhani ixtiraçı deyil ki, həm minbərə getsin, həm də getsin nəsə bir texniki bir sahədə ixtira eləsin nəyəsə.